Bu gün Naxçıvan Dövlət Universiteti növbəti möhtəşəm bir yubiley tədbirinə ev sahibliyi elədi və çox qürurluyuq ki, bu gün bizim yubilyarımız eyni zamanda Naxçıvan Dövlət Universitetinin fəxri professorudur. Filologiya elmləri doktoru professor, dünyanın bir sıra elm təhsil təşkilatlarının fəxri üzvü olan və ictimai, elmi fəaliyyəti ilə ölkəmizdə nümunəvi ziyalı kimi seçilən Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illiyinə həsr olunmuş bu gün bir yubiley tədbirində Naxçıvan Muxtar Respublikasının ictimaiyyətinin nümayəndələri, ziyalılar, tələbələr, professor müəllim heyətinin iştirakı ilə, eyni zamanda Universitet Konservatoriyasının müxtəlif musiqi qruplarının iştirakı ilə və Azərbaycan Respublikasının xalq artisti Gülənaq Məmmədovanın iştirakı ilə möhtəşəm bir tədbir keçirildi. Əlbəttə ki, bu yubiley tədbiri həm də hesabat tədbiridir və Mahirə xanım haqqındakı dəyərli məruzələrdən bir daha göründü ki, Mahirə xanım həm elmi fəaliyyəti ilə, həm pedaqoji fəaliyyəti ilə, həm ictimai fəaliyyəti ilə hər zaman nümunəvi bir ziyalı kimi seçilibdir. Və bu gün həm Azərbaycan Dövlət Pedaqoji Universitetindəki təşkilatçılıq fəaliyyəti, həm ümumilikdə Qərbi Azərbaycan icmasındakı bu gün cənab prezidentin çağırışlarına uyğun apardığı tədqiqatlar, təqdimat elədiyi kitablar və Naxçıvan Dövlət Universitetinin üçün vaxtaşırı verdiyi master dərslər, bir daha Mahirə xanımın mükəmməl bir portretini göz önümüzdə canlandırır. O baxımdan ki, Mahirə xanım fədakar bir ziyalıdır. Öz əməyini, öz ziyasını xalqı üçün, öz tələbələri üçün, öz müəllimləri üçün, ictimaiyyət üçün əsirgəməyən, əksinə bunu daha geniş, daha böyük zövqlə təqdim eləməyə bacaran bizim çox görkəmli ziyalımızdır və Naxçıvan Dövlət Universitetinin fəxri professorudur və biz çox şadıq ki, bu gün biz məruzələrdə onun keçdiyi yaradıcılıq yoluna, həyat yoluna nəzər saldıq. Onun yazdığı şeirlərin bədii qiraətini tələbələrimizin ifasında, məruzəçilərin ifasında dinlədik. Eyni zamanda universitetimizin dəyərli alimlərinin məruzələrində bir daha onu biz dərindən tanıdıq və şahid olduq. Bir daha biz yubilyarı təbrik edirik. Ona daha böyük can sağlığı, böyük yubileylər, yaradıcılıq uğurlar arzulayırıq.